Salam hörmətli izləyicilər, video keçməzdən və kanalımıza keçib abunə olmağı, video bəyənməyi və şey etməyi unutmayın. Məşrəq qəsəbəsində Natarsa yaxın ərazidə yerləşən asfalt yolunun üstündə gözəl 2 mərtəbəli tam təmirli həyət evi satışa çıxarılıbdır. Daxil olaq evimizin həyətinə. Bu evimizin həyətidir. Həyətində qəşəng üzüm tarlasıdır. Həyətinə rahat 2 maşın daxil olur. Evimizin ətrafına fırlanmaq mümkündür. Ətraf yaşayışdır, qazı su işığı daimidir, kombi xəttləri çəkilibdir evimizin. Həyəti bir daha sizin üçün belə göstərim, daha ətraflı. Evimizin xarici görünüşüdür. Daxil olaq evimizə. Evimizin kürsüsü 5 daşdır. Bu dəhlizdir. Birinci mərtəbədə bir yataq otağıdır, qonaq otağı, mətbəx və sanitar qovşağıyla sanucuya yerləşir. Baxın, bu evimizin mətbəxidir. Kronomobel evin üstünə təhvil veriləcək. Belə. Bu sanitar qovşağı sanuzel, aksesuarla birlikdədir. İşləyə vəziyyətdədir. Yəni yer olaraq çox gözəl yerdə yerləşir. Bu evimizin birinci yataq otağıdır, birinci mərtəbədə yerləşir. Bu qonaq otağıdır. Kvadratı 180 kvadrat dostlar. Qubcalı evdir. Baxın, belə göstərim. Tam təmirlidir. Kombi xəttləri kimi çəkilib hazır vəziyyətdə. İndi qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 yataq otağıdır, sanitar qovşağı və balkondan ibarətdir. Bu da ikinci mərtəbənin dəhlizidir. Pilləkəni. İkinci mərtəbədə bir daha qeyd edirəm. 3 yataq otağıdır, balkondur və sanitar qovşağından ibarətdir. İkinci mərtəbənin sanitar qovşağıdır. Belə göstərim sizə. Bu ikinci yataq otağıdır. Bu üçüncü yataq otağı, böyük yataq otağıdır bura. Bu balkona çıxışdır. Bu da dördüncü yataq otağıdır dostlar. Hörmətli izləyicilər, bir daha qeyd edim. Məşrəq qəsəbəsində Natarsa yaxın ərazidə yerləşən asfalt yolunun üstündə gözəl 2 mərtəbəli, 5 otaqlı, tam təmirli həyət evi satışa çıxarıbdır. Baxın, bu evimizin xarici görünüşüdür. Belə göstərim. Həyətidir. Həyətinə raketlər maşını daxil olur. Qazı su işığı daimidir. Kombi xəttləri çəkilibdir. Kvadratı 180 kvadratdır. Sənədi qubcadır. Evimizin qiyməti 149.000 manatdır. Real alıcıya qiymətdə endirim olunacaq. Əlaqə nömrəsi profildə qeyd olunubdur. Zəng edib maraqlana bilərsiniz. Diqqətiniz üçün çox sağ olun.